Salam, hər vaxtınız xeyir. Bugün coğrafya 7-ci sinif 2-ci hissə iş dəftərindən havanın temperaturu necə dəyişir mövzusu ilə bağlı tapşırıqlara baxarıq. Birinci tapşırığımız ifadələrə uyğun gələn sözlərin altından xətt çək. Temperatur termometr cihazı ilə ölçülür. Burada düzgün cavab termometr olar. Barometr atmosfer təzyiqini ölçür. Ekvatordan qütblərə doğru üfüqi istiqamət üzrə getdikcə günəş olan düşmə bucağı kiçilir. Çünki Şaquli dağın ətəyindən zirvəsinə doğrudur. Açıq hava şəraitində günün ən aşağı temperaturu günəş çıxmazdan az əvvəl müşahidə olunur. Ən yüksək isə günortadan sonradır. Gün boyu ölçülən temperaturların cəmini onları sayına bölməklə orta sutkalıq temperatur müəyyən edilir. Çünki gün ərzində deyir, burada gün boyu deyir, ona görə də orta sutkalıq temperatur olacaq. Cədvəldə Quba rayonunda havanın temperaturuna dair məlumatlar verilmişdir. Cədvəldəki məlumatlara əsasən Quba rayonunun temperaturunun sutkalıq gediş qrafikini çək. Deməli, saat 6-da temperaturumuz 4 dərəcə verilib. Gəlin nöqtələri bir-bir seçək. Saat 6, 4 dərəcə. Daha sonra saat 9-da 6 dərəcə verilib. Saat 9-da burada 6 dərəcə verilib. Daha sonra saat 12-də 9 dərəcə. Temperaturumuz 9 dərəcəyə kimi qalxıb. Saat 15:00-da 10 dərəcə verilib temperatur. Saat 18:00-da 7 dərəcə. Temperaturumuz artıq azalıb. Saat 21:00-da 5 dərəcə. Saat 00:da 4 dərəcə verilib. Artıq temperatur tam azalıb. Və saat 3-də, yəni gecə saat 3-də 2 dərəcə verilib. Burada da 2 dərəcə. Və daha sonra bunları birləşdirmək lazımdır. Bu bizə temperaturun illik gedişini göstərir. Cədvələ əsasən Quba rayonunun verilən tarixə uyğun orta sutkalıq temperaturunu hesabla. Orta sutkalıq temperaturunu hesablamaq üçün gün ərzində olan, yəni gün boyu olan temperaturların cəmini toplayıb onların sayına bölərik. Burada 4, 6, plus 9, plus 10, plus 7, plus 5, plus 4 və plus 2 dərəcə. Bu sezgiləri toplayarıq. Bunların cəmi, yəni belə deyək, orta rəqəm taparıq. Hesablayaq. 4 üstü 6, 10, 19, 29, 29-un üzərinə 7 gələk. Bu eləcə 36, daha sonra 5, 41, o da 6, 47 dərəcə Selsi olacaq. Və gəlin bunu sayına bölək. Yəni burada 1, 2, 3, 4, 5, 6, 7, 8. 47-ni bölək 8-ə. Bu da təqribən bizə verəcək. Yəni bunu da 8-ə böləndə təqribən orta sutkalıq temperaturumuz olacaq 5,8, 9 dərəcə Selsi. Təqribi rəqəm olaraq 5,9 dərəcə Selsi olacaq. İsmayıllı rayonun ən yüksək zirvəsi Baba dağıdır. Rayonun 600 metr hündürlükdə yerləşən məntəqəsində 21.01.2024-cü il tarixində saat 15-də temperatur 10 dərəcə olub. Bəs Baba dağ zirvəsində həmin vaxt temperatur neçə dərəcə olar? Gəlin bunu burada göstərək. Deməli, dağın 600 metr hündürlüyündə, yəni bura yazaq 600 metr. 600 metr hündürlüyündə temperatur 10 dərəcə Selsi olmuşdur. 10 dərəcə Selsi. Dağın ən yüksək zirvəsi, yəni Baba dağda 3629 metr hündürlüyündə bizdən temperaturu istəyir. Yəni Baba dağ zirvəsində temperaturu istəyir. Bildiyimiz kimi qayda olaraq biz bilirik ki, temperatur hər 100 metrdə 0,6 dərəcə Selsi azalır. Və yaxud hər 1000 metrdə 6 dərəcə Selsi azalır. İndi biz buradan hündürlük fərqini tapa bilərik. Yəni Baba dağla dağın 600 metr hündürlüyü arasında hündürlük fərqi 3629-dan 600-ü çıxarıq. Bu da eləyəcək 3029 metr. Deməli, arada hündürlük fərqi 3029 metrdir. Yəni 100 metrə 0,6 dərəcə azalırsa, biz tapaq ki, 3029 metrimiz neçə dərəcə Selsi? Yəni aradakı fərq neçə dərəcə Selsidir? Bunu da x dərəcə Selsi yazıb tənasüb qaydasını həll edə bilərik.
Buradan tənasübünü həll eləsək, burada olacaq 100x bərabərdir. 3029-u 0,6-ya vurarıq. 3029-u da 0,6-ya vuranda bu eləyəcək 1817,4. Bunu da 100-ə bölsək, arada x də buradan bərabər olacaq. 18 tam təqribən 10-2. Yəni 18 tam 10-2 dərəcə Selsi aradakı fərq var. Əgər dağın 600 metrliyində 10 dərəcədirsə, yuxarı doğru bu azalacaq. Yəni 18 tam 10-2 dərəcə temperatur azalacaq. Ona görə də biz 10-dan, yəni 10 dərəcə Selsidən 18 tam 10-2-ni çıxmalıyıq. Bu da bizə verəcək -8 tam 10-2. Deməli, dağın zirvəsində temperaturumuz olacaq -8 tam 10-2 dərəcə Selsi. Burada indi 100-ə 0,6 dərəcə Selsi götürdük. 1000-ə də 6 dərəcə Selsi götürüb tapa bilərik. Daha sonra 3 nömrəli tapşırığımızda aşağıdakı sözlərdən istifadə etməklə mətni tamamla. Şimal yarımkürəsində havanın ən aşağı temperaturu yanvar ayı, ən yüksək temperaturu isə iyul ayında müşahidə olunur. Yəni şimal yarımkürəsində ən soyuq temperatur yanvar, ən isti ay isə iyul ayıdır. Lakin cənub yarımkürəsində bunun tam əksidir. Yəni cənubda ən isti ay yanvar, ən soyuq ay iyul ayı hesab edilir. Orta aylıq temperaturların cəmini ildəki ayların sayına bölməklə biz orta illiyi tapa bilərik. Orta illik temperaturu müəyyən edilir. Çünki orta aylıq, yəni 12 ayın hər birinin orta aylıq temperaturlarını tapıb 12-yə bölməklə biz ildəki, yəni orta illik temperaturu tapa bilərik. Xəritələrdə eyni temperatura malik nöqtələri birləşdirən xətlər izoterm adlanır. Aşağıdakı Azərbaycanın Böyük Qafqaz dağlarına aid iqlim xəritəsi verilmişdir. İzoterm nədir və xəritədə necə təsvir olunmuşdur? İzoterm eyni temperatura malik nöqtələri birləşdirən xətlərdir. Məsələn, burada daha belə gəlin qırmızı rəng, qara rəngdən göstərək, daha qalın rəngdən. Məsələn, burada 6 dərəcəlik izoterm, 10 dərəcəlik izoterm göstərilmişdir. Burada fikir versəz, bu izoterm 10 dərəcəlik izotermdir. Yəni, bu 10 dərəcəlik temperaturları birləşdirən orta xətdir, yəni temperatur xəttidir. Yəni, burada temperaturda üzərində, yəni izotermin üzərində 10 dərəcə olduğunu göstərir. Və yaxud digər izotermə baxsaq, yəni bunun davamı budur. Buradan fikir versəz, burada da 10 dərəcə yazılıb temperatur. Yəni, bunu açıq aydın burada görmək olur. Daha sonra ərazidə orta illik temperaturun və yağıntıların miqdarı necə dəyişir? Deməli, fikir versək, yağıntının da qrafiki burada bizə verilmişdir. Yəni, getdikcə rəng tündləşib. Yəni, buradan da fikir versək, dağlara doğru qalxdıqca orta illik temperatur azalıb. 10, daha sonra olub 6 dərəcə, daha sonra olub 2 dərəcə, daha sonra olub 0 dərəcə. Yəni, temperatur dağlara doğru azalıb, yağıntı da dağlara doğru getdikcə artıb. Yəni, rəng getdikcə tündləşib, dağlara doğru artıb, hündürlüyə doğru. İqlim xəritəsi üzərində verilən 1, 2 və 3 nöqtələrindən keçən təqribi izotermi çək. Çəkdiyin izotermin temperaturu neçə dərəcə ola bilər? Yəni, bu bizdən burada 1, 2 və 3 rəqəmlərindən keçən izotermi istəyir. Gəlin izotermi çəkək. Əgər, belə deyək, dağlara doğru getsə, temperatur azalırsa, əgər burada 10 dərəcə izotermdirsə, burada 12 dərəcə və yaxud 14 dərəcə izotermi olacaq. Yəni, 14 dərəcə Selsi, 12 dərəcə Selsi izotermi olacaq. Aşağıda Zaqatala rayonunun orta aylıq rayonun aylar üzrə orta temperaturu verilmişdir. Cədvələ əsasən orta illik temperaturu hesabla. Orta illik temperaturu tapmaq üçün orta aylıq temperaturları cəmini ayların sayına bölərik. Yəni, burada gəlin orta aylıqları toplayaq. 1 üstə 3 üstə 6 dərəcə, üstə 12 dərəcə Selsi, üstə gəl 17 dərəcə Selsi, 20 dərəcə Selsi, daha sonra 23 dərəcə Selsi, üstə gəl 24 dərəcə, üstə gəl 18 dərəcə Selsi, üstə gəl 13 dərəcə Selsi, üstə gəl 7 dərəcə Selsi, üstə gəl 3 dərəcə Selsi. Yəni, burada 12 ay bizə verilib. Bu 12 ayları cəmini toplayıb 12-yə bölürük, yəni sayına bölürük.
İndi bunları toplasaq 1 üstü 3 4, 4-ün üstünə 6 10, 10 22, 22 üstə gəl 17 39, 59, 59-un üzərinə 23 gələrik, 82, 82 üstə gəl 24, 106, 106 üstə gəl 18. Daha sonra 13 gələk üzərinə 137, daha sonra da 10 gələk, yəni 7 üstü 3, 10, 147 eləyəcək. Və burada da 12 ay olduğu üçün 147-ni bölərik 12-yə. Bu da təqribən yəni 147 dərəcə Selsi eləyəcək. 147-ni də ayların sayına bölsək, yəni 12-yə bölsək, bu bizə verəcək 12,25 dərəcə Selsi. Deməli, Zaqatala rayonu üçün orta illik temperatur 12,25 dərəcə Selsi olmuşdur.